Salam aleyküm, hər bizi salamlayırıq, dəyərli dostlar, yoldaşlar. Deməli, bu gün ayın 2-si, may ayı, yığışmışıq Ceyhun Novxanı bağları qardaşımızın yanına. Bu illəri Bakı Göyərçin klubunda Allah qoysa uçuş həyata keçirəcək. Sənə uğurlar arzu edirəm. Sağ ol, qardaş. İnşallah bu il ürəyin istədiyi nəticələr yığarsan. İnşallah. Bu ildə bizim klub olaraq hədəfimiz klub rekordunu təzələmək, yeniləmək, üstünə qoymaq. Ümumilikdə yarışlarda bütün dostlara, yoldaşlara uğurlar arzu edirəm. Elə bilirəm ki, bu illər həqiqətən də üst-üstə ardıcıl 3-cü, 4-cü ildir ki, yarışlar həyata keçirir. Hər il yeniliklər olduğu üçün bu ildə klubumuzda yeniliklər olar. İnşallah. O yeniliklər eləyənlərdən biri də sən olarsan inşallah. İnşallah. Keçən ildə gözəl uçuşlar həyata keçirdin. Səni bir daha təbrik edirəm. İnşallah o keçən yığdığımız yarış nəticələrinə yaxın nəticələr yığarıq. Ondan sonra da nətər deyərlər, həm klubumuzu, həm Bakı quşumuzu, həm yerli yetişdiyimiz quşları həm Abşeronda, həm Azərbaycanda, həm dünya miqyasında bizi sevənlərə, bizi dəstək olanlara təqdim edərik. İnşallah. İstədim bir-iki kəlmə ürək sözləri deyəsən bu iki yarışlarla bağlı, hazırlıqlarla bağlı, yetişdirdiyin quşlarla bağlı. Buyur. Salam aleykum. Bütün izləyicilərə salamlayıram. Quş həvəsi olanları, göyərçin həvəskarlarını hamısını salamlayıram. Demək, 2026-cı il üçün inşallah üzümüzə gələn sezon üçün Allah'ın izni ilə gözəl şəkildə hazırlaşıram. Allah heç kimin əziyyətini yerdə qoymasın. İnşallah yüksək uçuşlar üçün hazırlaşıram. Qabağıma məqsəd qoymuşam ki, Allah'ın izni ilə ən zəif saat 88 saat olmalı. Allah'ın izni ilə. Allah'ın izni ilə. Bunun üstündə işləyirəm. Bir də ki, hər quşdan bala almamışam da yanına. 50-dən yuxarı bala almışam, 30'unu qənət quyruq eləmişəm, 35 tanəsini. 7, 8, 9, 10 plus uçan quşlardan bala almışam. Maşallah. Yəni 5-6 saat uçan quşdan valla köməkçi kimi istifadə eləmişəm və yəni onlardan bala alınmıyor. Keçən ilkinə baxanda bu il tamamilə əlimdə bərk materiallar var. Dostlarımın da sözsüz ki, mənə köməyi var. Belə də 6-7 quşdur ki, onlar seleksiya eləmişəm bir-biri ilə. 8 nəfər dostumun, tanışımın quşudur, 8 nəfər. Onlar da burada olacaq yarış günü. Mənim quşlarımdan seleksiya eləmişəm onları, onlardan törədmişəm. O quşların da məndə ya 2 ildir, 3 ildir, 4 ildir məndədirlər. Təzəlicə götürməmişəm. Maşallah olsun, balalardan da ki, itikim də az olur. Belə deyək də, arası 6-7 nabala qaçılmışam, 35 nabala qənət quyruq eləmişəm. Belə. İnşallah ki, gözəl olar, yaxşı olar. Biz də çalışırıq ki, Bakı quşlarını gözəl şəkildə təmsil edək. İnşallah. Uçuşu ilə, səpkisi ilə, göydən gəlməyi ilə. Şübhəli quş kimi uçulmayaq, Allah'ın izni ilə. Hansısa qardaşın qəlbində nəsə başqa düşüncə olmasın. Quş necə uçur, inşallah Bakı quşu nəyə məxsusdur? Azərbaycan quşu da belə deyək. Onun üçün çalışırıq. İnşallah ki, Allah bizi utandırmaz. İstədiyimiz nəticələri görərik. Bütün qardaşlara da uğurlar deyirik. Çox gözəl. Ceyhun, ilk dənə belə sualı hazırlamışam sənin üçün. Buyur qardaş. Həm bizi izləyənlərə yəqin ki, maraqlı olar, həm də bu göyərçin sevərlərə. Bu quşun qarnını tutmaqdır, bal almaqdır, uçan quşun özünü verməkdir. Yəni, sən neçə ildə hazırlayırsan təqribi bu uçuş quşlarını, yəni meydan quşunu təqribi ortalama neçə ildə əziyyət çəkirsən bunun üzərində? 3 il. Bu il 4-cü ildə keçir. 3 il ərzində, yəni bunu qısa müddətdə əldə eləməyin səbəbi materialın yaxşı olmağıdır, quşbazlığındır, vaxtındır, bir balaca bunlar açardın zəhmət olsun. Əsas vaxtı, yəni quşun yanında olmazsa, işlə, yəni yarış alınmır. İşlə özün üçün uçurda bilərsən. Yəni işdə olun, bir gün işdə olun, bir gün quşun yanında olun. Belə bir qayda yoxdur. Orada gözəl nəticə olmayacaq. Olacaq 50 saat, 60 saat. Amma sırf quşun yanında qalıb quşla hər gündə, yəni hər yarım saatdan bir saatdan bir quşa nəzarət eləməlisən. Olur da görürsən, balaca Yunas gözündən keçdi, qaçdın, yarış günü görürsən ki, saldığında o səni göstərdi, çıxdı ortalığa. Bacardığın qədər diqqətli olmalısan. Quşa hazırlamaqdan. Bu bala vermə prosesi mənə biraz maraqlıdır. Əsas da bu uçan quşun, meydan quşun, uçmuş quşun ardıcıl bala verməyinə necə baxırsan? Yəni bala verirlərmi? Səndə də var, alıram. Özünü verirlərmi? Birebir valla. Yəni yaxınlaşaq da bu faiz etibarı ilə 6 baladan 4 dənəmi, 5 dənəmi, 3 dənəmi? 4 dənəsi dəqiq. 4 dənəsi dəqiq.
Özlərinin Hə, təkrarlayır. hər. Bəs bir cütlükdən ideal bir cütlüyün var deyək ki, əldə. Ondan sezon boyu nə qədər bala alsan daha keyfiyyətli bala çıxar. 2 partiya. 4 dənə. 4 dənə mən bala götürürəm, ayırıram. Yumurta çəkmək, yəni başqa. Atıram, başqa quşla götürürəm yumurta, amma o effekti almaq olmur, eyvallah. Quşun yumurtasını paylayanda ümumiyyətlə desin ki, effekt zəif olur. Balalar zəif çıxır, olub da məndə də. Görürsən ki, bala o dövrdən yəni birinci partiya aldığım bala ilə bir dənə balaca yüngül xəstəlik gələn kimi birinci olar qırılır. Arıqan zəif olur. Quşun immunitetini itirir, kar hissəsi gedir quşun. Bunlar hamısı şərt. Məndə olub, məsələn, maya olub ki, xəstədir da, bu manyakdır, yumurtlayır, ən zor yumurta içindir da bu. Bala yumurtanın üstündə oturmur, 3 gün oturur, durur ayağı ki, götür yumurtamı, təzdən yumurtlayır. Baxırsan ki, balalar effektsizdir. O dövrdən yəni. Yüngül xəstəliyi hamısı qırılır. Yumurta var, keyfiyyət yox. Az bala almaq yaxşıdır. Quşdan Az bala almaq yaxşıdır. Mən məsələn yarış özlərini alırsan mı? Bir partiya. Özləri ağzı bala. Öz altında bir partiya bala alıram, sıxılır. Sonra bir partiyada, 2 partiyada belə yumurta götürüb atıram quşların altına. Saxlayıram. Növbətilə özlərində uçurdursan balalar. Balalarını da uçurduram, özlərini də uçurduram. Yəni bir dənə quş uçurmamış kesin bu mənim damazlığımda elə bir şey yox. Mən quş uçurmasam onun mən damazlıq. Belə bir sual verin. Məsələn, çoxan quşda çoxan baladır. Elə adam var ki, onun 2 dəqiqə o da uçurdur bala alır, bala götürən. Bala götürəndən sonra uçuş yaxşı olar, yoxsa bala götürməmişdən qabaq uçuş yaxşı olar. Yəni dəyişiklik olar mənim. Valla bala almasan belə, quş ildən ilə sağdan qaldırmalıdır. İldən elə. Birinci sezon 7 uçubsa, ikinci sezon 9-10 uçmursa quş, o quşdan artırmağa deyilmez. Mənim fikrimdə bala baxımı, quşun korpusu, bir baxımı hər şey dəyişir mənim fikrimdə. Dəyişilir. Turşur da belə deyil, quş kan. Bəlkə meyinə görə, o göz zəif quşlar aiddir. Bala alasan ki, gedməsin. Adam var, məsələn, bala quşu alır, kesir qənətini balanın, bir parça ağzı zığın vurur ki, quş gedməsin. O gözündə problem, ağlında problem olan quşlara aid. Mən bildiyim budur. Quşun məsələn atqazın uçuş deyilən belə bir həm bu TikTok platformasında, həm sosial şəbəkələrdə geniş müzakirə olan mövzulardan biri də budur da. Necə fikirləşsən? Bu atqaz söhbətsən, necə fikirləşsən? Atqaz eləyən quşun məsələn quşun hansı saatı onun atqaz saatıdır? 2-3 saat. Elə bir ki, quş Qaldırdım quşu, yer 12 gəlmirsən, qardaş, 12 quş çıxmışam sənə üçün. Mənim quşum 2 saatla, 3 saatla biri gəlirsə, o mənim açım atqazdır. 5 saat ilə quş atqaz eləməz. Söhbət yarış günündən getmir. Söhbət yarışa qədər hazırladığın quşun atqazından gedir. Hə, bildim. Məsələn, tutalım ki, sənin quşun ortalama bir gündən bir 6 saat aşırdırsa, bir gündən bir 6 saat aşırdırsa, altını aşırdan quşda özünü bilirsən, yaxşı bilirsən ki, yuxarı saatlarda qayda hər saat uçur da. Hansı saatları eləyəndə bu quş atqaz edir və atqaz eləyən quşları yarış komandasına çıxardırsan. Məsələn, 7 saat uçub dalınca bir gün zincəli bir təzən 2 saat uçsan. Yox, o mənim atqazdır, lazımsız quşdur. Atqaz. O mənim lazımsız quşdur. Quş ağır saatın etapları nətərdir sən uçursa? 10 saat aşırdan, 9 saat aşırdan. 2 gündən bir uçurduram mən o quşda. 2 gündən bir 2 saatı nə olur onun? Azı 7. 10 uçdu, 2 gün dincəldi, 7. 7 vurmalıdır. 7-nin də ancaq 12, 11. Yəni belə bir şey yoxdur da deyirsən, belə bir şey. Stabil, yox. Stabil bir quşun saatı var. Vallahi məndə indi quş saatın yığandan sonra, azqanətdən sonra açdım quşumu, mənim yarışa hazırdır quşum. Quş 2 gündən bir əgər rejimə salmısansa, 1 saat, saat yarım, 2 saat fərqi olub. Atqaz ondan eləyər ki, canı ağrıyar, 2 saatla gəlib düşər. Bir kərəm olar o. Belə bir yarışdan bir 10 gün qabağa mən bunları hazır eləmişim. 10 gün qabaq özüm üçün uçurduram, saatlarını da yazıram bunları. Ki, hansı quşum hansı saatda gəldi. Bu quş əgər 10 günün içində 2 kərəm atqaz eləyibsə, bu defektdir, bıraq quşluğunu çıxarmaq lazım. Bundan ya bal almaq, bunu artırmaq, ya hansı qardaş gəlsin uçurmaq. Yox, qardaş. Kuşbaz quşuna birinci Allaha güvənməlidir. İkinci də kuşbaz quşunu hazır edildiyini biləndən sonra səni yığmalıdır ki, bu gəl səhər falan vaxtı ya 3 gündən sonra sənin üçün quş sürüləcək. Quş atqaz elədi. 12 quşdan bir dənə quşun atqaz eləyərsən. 2 dənə quşun atqaz eləməyə quşbazın zəifliyidir, quşun yox. Quş onsuz da ondan qabaq göstərmişdi özü. Mecburdur ki, o adam zapasını yerinə atır. Elə uçurdum o 2 dənə zapası, 10 dənə uçur, sağlığı yox.
Əslində sənin danışdıqların... O bir dana da götürür gəlir ya onu, o bursunu. Mənə elə gəlir ki, çox adam da onun bir mənalı qarşılamır da. Çünki yəni, böyük əksəriyyətin yəni, bu quşlara sahib olduğunu mən düşünmürəm də şəxsən. Həm meydanda olaraq, həm danışdığımız saatlar olaraq, həm ardıcıl uçuşlar olaraq, həm ağır saatın dalınca 2 gün dincin dalınca. Yarışdan sonra inşallah ki, ürəyin istəsən, 2 gündən sonra bir daha istirahət verib sənsin sürdarım o. Məzun görür onları, görəcək, şükür Allah. Sadəcə bizi dinləyənlər, bizi izləyənlər təəccüblənəcək ki, belə bir şey də burada oradan var. Varsa, bunları məsələn, həm həyata keçirmək, həm onu göstərə bilmək, həm də bu quşlara sahib olmaq özü də oradan da bir, elə bir ki, quşlar üçün xoşbəxtçilikdir. Sağ olsun, yaxşı dostlar, yaxşı qardaşlar. Dostlar, qardaşlar, bu yoldaşlar bu həmişə bu camiə içərisində var, olacaqdır, bundan sonra da olacaqdır bir-birinə həm material olaraq quşa. Önemli olan burada məşqçilikdir, quşbazlıqdır. O 100%'dir. Yəni, o 100%'dir. Mən sənə təqdim edirəm, toxum çəkində təqdim edirəm. Sən hiss eləməlisən ki, quşun uçucu yoxsa yox. Quşla yaşamazsan. Bir də bu quşun uçuş vaxtlarında quşun ümumiyyətlə quşbazın yetişdirdiyi quşlara saatla bağlı, quşun xasiyyəti ilə bağlı, oyunu ilə bağlı, xarakteri ilə bağlı məlumat verməni necə baxsan? Saatın aşağı mı deməlidir, ümumiyyətlə deməsi yaxşı olarmı, yoxsa quş haqqında? Mən ümumiyyətlə heç kimə, yaxın qardaşlarıma da belə yarışdan qabaq deməmişəm mənim quşum nə qədər. Yox, yarışdan qabaq danışmıram. Tam biz gəlmişik, sən məhsulları... uçurmamışdan qabaq. Deyirsən ki, qardaş bu quşun... Həli, deyə bilərsən. Quşu tanıyırsansa, polnu saatını deyə bilərsən. Mən deyəcəm inşallah. Allah qoysun. O da demək ki, o quşu tanıyır, o bu quşu uçurdu. 100%. Yəni söhbət burada konkret saat, dəqiqə söhbəti gedə bilməz. Yəni ortalama da yəni təxminən eləyə bilər. Hə, mən onsuz da demişəm, bu illər 12 quş uçurdacağam, 2 quşum zapas. 10 dana da yəni protokola yazılan quşun birincisi 8 saatla düşməlidir. Allahın izni ilə. Və bu il onun üçün hazırlaşmışam. Keçən il Orxan qardaşla mənə o bir yarışda bir yerdə edib. 5-in üstü demişdim 12 quşuma. Elə də düşdü. 12 quşum, birinci quşum 5-in üstü düşdü. İstərdim bu saxlayadığın quşlar barədə bir balaca məlumat verəsən. Mənim özüm üçün də təəccüblüdür ki, 10 quşun 8 saatın aşırıdan da bunların arasındakı interval. Quşların bir-birini buraxmaqdan, yəni ki, sən get, bu gəlir, ikinci çıxır. Orada elə bir vəziyyət necədir məndə olan quşlardan da. O quşlar, yəni 2 illik, 3 illik quşlardır. Bir-birinin çox yaxın. Yəni ona görə mən rahatlıqla deyirəm ki, mənim o məsəl üçün deyirəm, 10 dana quşum 8 saat aşırıcı. Mən onların içine 6 saatlıq bala atdım. Deyim sənə bu quşun 6 saatlı yüzü. Atım 9 saatla gələcək. Onlara 100% elədir. Qəhrəman yarışında o bu quşlardan bir dənə idarə təmin quşun ardalanda tutuldu. Qəhrəman yarışında bir dənə ağ bala atdım ora. Fırtına Hüseyin deyir, su içir qoyma. 9 saat, 4 dəqiqə. Birinci kələmi də o quş 9 saat görürdü. 5-6 uçub o quş. Baladı yandaşın prinsipi. Hə, cavan quşdur da, uçucaq da, qardaş. Yəni quş səpkisi deyirlər, səpki ilə uçur. Quş qaydası ilə də gəlir. Nə demək istəyirəm? Quşun sənə ona hazır olmalıdır, 9 saat uçub həyətə gəlməyə. Uçuş quşlarına əsas belə özünü yorduğun, əsas belə şey eləmək istədiyin sən, yəni bu olmalıdır, bu şərtlər olmalıdır. Sənin yəni əsas tələblərindən biri nədir? Uçuş quşlarında hansı xüsusiyyətlər olmalıdır? Uçuş quşunun gözü, oyunu, qanat vurmağı, yəni əsas nəyinə önəm verirsən, nəyinə üstünlük verirsən o quşun? Mən quşun dözümlülüyünə birinci, Bakın havalarını bilirsiniz də, namımız burada göyərsən, saxlayırsınız, yəqin ki bilirsiniz. Birincisi dözümlüdür, mən hər havaya quş uçurduram, fərqi yoxdur, xəziridir, gilabardır, bakoboydur, bizonu yelidir. Yəni yarış quşlarımı uçurduram. 2 günü tamam oldusa, 2 gündən biri məsəl üçün o ağır saat uçan quşlarım, mən onları saxlamıram. Basıram onu. Mesela saat 11'de hava qaralmayacaq. Hava değişməyəcək. Mən saat 12 işləmiş uçurduram olar. O gün mənə aiddir ki, onlar mənim üçün məsəl saat uçacaq. 2 saat da uçsa, o quş uçmalıdır o gün. Rejimdən çıxarıb. Rejimdən çıxarıb uçurduram onu. Ya dənini çox eləyirəm, ya da su vermirəm. 2 variantı var. Hayır, rejimdən çıxarmaq sözü elə kifayət eləyir bu. Quşbaz özü bilir orada nə var, nə yox. Belə, ya o uçuşa da qalanda atqaz eləyən quşu valla mən görürəm də, özüm üçün də uçurduram, görürəm bu bir kələm elədir. Ay bunun üçün keçim, bir kələm keçdin, o da ikinci kələm deliyəcək, üçüncü kələm deliyəcək. Atqaz eləyən quşları çıxartmaq lazımdır. Aşağıda gəlib yubanan quşları yarış üçün uçurmaq lazımdır. Səhər söz söhbətə səbəb olur. Mən uçdum, saatımı yazdım ora. Səhər üçün söz söhbət olur ki, filankəsin quşu yarmalıda uçurdu, saydı onu. Sən də ki, deyirsən, məsəl üçün bizim yarışın qaydaları budur da, ayağını qalxdı, ayağını vurana qədər
Bu söz söhbətlər olmasın deyənə düzgün Bir hazırlaşıb. də ildən ilə bu yarışmacılar arasında rəqabət o qədər artır ki, dəqiqə söhbəti olduğuna görə mütləq bunlara önəm verilməlidir. Verilməlidir. Gəlib çərənləyən quşlardır, gəlib gəzən quşlardır. Bu bizdən asılı olmayan səbəblərdən əlbəttə ki. Amma bizdən asılı olan səbəblər nədir? Məsələn, bu günləri yarış meydanıdır. Qonaq qismində yoldaşlar gəldi. Yaxşı olar ki, yarış meydançasından qıraqda olsunlar. Bizim quşlarımızın uçuşu gözəl, görkəmli olsun. Həm də gəlib quş yubanmasın. Quş yubanmasın, gedib daş yer axmasın, düşməsin. Bizim ümumiyyətlə birinci iş prinsipimiz bu klub olaraq, yarışma təşkilatçılıq olaraq birinci iştirakçıya şərait yaratmaqdır ki, bu adam quşunu təqdim edir. Təqdim edir. Rahatçılıq verməlidir. Rahatçılıq verməlidir. İnşallah belə bir şeylər, negativ hallar əlbəttə ki, çalışaq qeydə alınmasın, qəşəng nəticələrimiz olsun. İnşallah. Bir də belə bir sual vermək istəyirəm sənə. Bu uçduğun quşlardan da, yəni bu gün uçurdursan, yoxluyursan, bu növbəti illərə dair məsələn nə planlaşdırsan, bundan sonraki quşbazlıqda, yetişdiricilikdə neçə il yəni tamaşalara, meydanlara quş tutmaq fikrin var, təqribi? Yəni bunu sualı verməkdə məqsədim bundan qabaqki illərdə məsələn kimlərinsə çempion olub qırağa durmağı, yəni bu yarışın həqiqətən də təsadüfi olmamağı, söhbət yarışdan getmir, yarışdakı nəticənin heç olmasa ortalama bir saat olmalıdır, Ceyon keçənləri 70, üstü 90 saat, növbətili yoxdur. O bir sil yoxdur. Ən azından 3 il göstərməli. Heç olmasa 2 il, 3 il. 3 il, bir də ki 50-60 saat yox. Qardaşlar, yəni düzgün başa düşər. Onlar uçurdurlar. Deyib, biri Orxana deyirəm elə sözü. 50-60 saat yox, inşallah. Valla mən 50-60 saata yenə də deyirəm, 50-60 saat uçan quşda mən bal almam. İndi iş orasındakı bugün sənin əlində material var, belə ürəklə danışa bilirsən də. Yox, mənim materialım 10 quşundan var məndə. Başa düşdüm. 50-60 saat uçurdan, quşbazdan, əksəriyyətin quşundan var məndə. Mənim maraqlıdır ki, onlar 50-60-ı necə yığır, məndə uçur. O da öz yerində bir başqa mövzudur. Amma faktiki olaraq bugün insanlar buna güc satır, bunu göstərə bilirlərsə, sən daha üstünü göstər. Başa sal, denən ki, qardaş, mən uçurduram, bunu göstərirəm. Biz də necədir? Bir daha düzün deyim inşallah. Keçən il mən düzdür, qardaşlar uçurdub, yeyib oturub balet eləmiş. İndi dəfələrlə sənin yarışıva gəlmişəm. Oturub izləmişəm, sənin çəkdiklərini də görmüşəm qıraqdan. Ədalətli, ədalətsiz olub olmamağı da yoxlamışam qıraqdan. Yəni elə belə qoşulub sənin yarışında mən quş uçurdumuram. İzləmişəm, görmüşəm ki, həqiqətən sən işi düz aparan adamsan. Bəzi billərdir. Burada kollektiv şey gedir. Yəni, xoşuma gəlib, qoşulmuşam. Çempionluq üçün qoşulmuşam sənin yarışıva, Allahın izni ilə. Həm ağır saatlar çempionu, həm də məqsəd bu olmalı. Məqsədim odur, Allahın izni ilə. Mən keçən il 77 saat üçün hazırlaşmışdım. Bu il 88 deyirəm. Allahın izni ilə. Ola bilər ki, çox olsun. 3 rəqəm olsun. 85 də gedər. İnşallah. Nasıl olmasın? Amma 80-ın üstüdə. Allah qoysa xüsusi neydən söhbət eləyirdik, qardaş, unutdum. 60 saatdan yəni. 50-60 saatla çıxıb TikTokda o şovçular səbikədə valla quş satmaqdan ötəri onu boğulurdu. Bunu nə bilim, quşun zəif uçdu, 10 saat uçdu bir gün. Kimə bir gün uçmağı lazımdır öyle 10 saat. Yarış günü nə göstərmirsən? 10 dağ quşundan biri 10 saat uçub, yoxsa yox. Düz nə edirəm? Ya, aydın. Bir var 1 dənə, 2 dənə ola quşun, bir var 4-5 dənə quşun 10 saatı keçər. O mənim üçün seriozun quş var. Bugünkü gündə deyirəm, bunun arxasında da dururam da, yəni mənə qardaşlar pis başa düşməz. Bir 10 dənə quşun içindən 6 dənə quşun 10 saat aşıdımırsa, o valla girib yarışda quş tutmağım, Bakı quşlarını təmsil eləməyin adı yox. Mən belə düşünürəm, inşallah ki. Bu xət üstündə də yeyirəm, Allahın izni ilə. Gəl edirəm, amma məndə olan quşlar vertolyotun azadından gəlməyib, hamısı Bakı quşlardır. Hərə bir qapıdandır. 7-8 nəfəri qardaşımın quşu var mənim. Yaxın bildiyim adam. Tör etmişəm, nə beləri də var. Onlar üçün də bir gün yayda inşallah yarışlardan sonra şərait yaradacaq, bu blogerlər gələcək. Özü bir dənə yox, 5-6 dənə. Uçurdu quş göstərəcək. Bu ümumiyyətlə bu yarışlarda quş tutmaq sənin üçün nə deməkdir? Yəni yarışda quş tutmaq, bu geniş planda burada quşu təqdim eləmək. Deyir, hünər meydanıdır da. Burada nə göstərir? Yəni quşbazlıq sənin üçün nə əhəmiyyəti var yarışda quş tutmağa? Nə kimi əhəmiyyətdir? Nə üstünlükləri var? Valla adam var satış üçün uçurdur. Düzdür, indi bizdə də
maddi problem olanda görsən bir dana, iki dana yoldaşlar veririk. Amma verəndə də normalda bildiyimiz heyvanı veririk. Çoxsu reklam üçün eləyir, çoxsunda heç quş yoxdur, məsəl üçün. Girib indi deyir, yığaram da, paputu da düşər, düşməz, sonra satarım. Valla mən, necə deyim, uşaq vaxtından belə götürək də, mənim atam da kuşbaz olub, babam da kuşbaz olub, kuş saxlayıblar ya, göyəlçinə aiddə olub. Mən uşaq vaxtından kuşun quyruğunu götürürdüm özüm üçün, atam qoymurdu mənə, 5-6 yaşım var, mən böyük qardaşımdır Zav. Evin içində kuşun quyruqlarıyla yarış keçirdirdim. Ki bu qoşun kuşudur, onda 5 saat düşdü, məndə 7 saat düşdü. Öz-özündə yarış keçirdim. Sonra böyüdük, yəni, baxdıq kuşlara, yəni, sirskür oldu, keçdik yaxşısına, tapdıq, oradan, buradan aldıq, elədik. Yaxşını görüb pis. Yaxşını gördüm, valla mən necə qaydım. Bir yaxşı insan görürsən, yanında pislər ətrafından necə uzaqlaşdırırsan ki, bu məndən uzaq olsan, mezunum yaxşıdırsa, mezunumla oturum durumda, mənə lazım deyil, pis mənə tanıtdırsın. Gedim arasında 5 dənə oğlan arasında stolda oturanda, ona nəsə deyilsin, mən xəcalət çəkim ki, mənlə gələn adama deyildi. Bunlar hamısı fərqli şeylər. O ki, qaldı şeyə, kuş uçudub göstərməyə, valla mən onu bilirəm ki, bu hünər meydanıdır. Burada uçudub göstərmək lazım. Kuşum yoxdursa, valla yarısı qoşulub, özü reklam eləməyin adı yox. Kuşum varsa qoşul uçud, göstər. Ay nə bilim, hava soğuk oldu, sərin oldu, isti oldu. Sezon başladı, qardaş. Yağışlı, dumanlı, bulutlu hava döyürsə, əl verirsə, hakim sənə qərar verirsə, kuşu uçur. Uçur, bismillah, hələ kuşu qaldır, göyə sağlığına yığır. Amma uçsun da kuşum. O qışda danışandan çoxsun kaydı var məndə, 7 gün üstü, 8 gün üstü. Hamısı inşallah yarış günündən sonra, kuş uçurdandan sonra hamısı təqdim olunacaq. İnşallah yaxşı nəticələr olar, biz də baxarıq, fəxr eləyərik. Yəni dedim, məsələn, kuşlar uçurlarında yarışda hazır olan kuşlar. Bunlar da damazlıqları var, yoxsa onlar... Var, 3 cüt damazlıq kuşum var. Damazlıqlar bir-birine çarpazlıysan, yoxsa elə eyni qanla davam edirsən? Çarpaz vuram, ayırıram. Ay vurduğun həmin kuşlar sənin üstün effekt göstərir mi, yoxsa bəzən görürsən ki, həmin effekt göstərmir? Göstərməyən da olur, gözü zəif olan da olur. Saadını demirəm ha, saadı uçur. Yəni Allah şahid ki, saadından mən narahatçılıq eləmirəmiş. Gözündə problem olur. Ağlı baxımından görsən ki, o dövrdə. Mən bir dənə erkeği 4 dənə, 5 dənə maya ilə vurub yoxlayıram. Yumurta götürürəm də, bir dənə maya atdım yandan, yumurtladı. Erkeği bir həftə atdım qırağa. Yəni, normal rejimdə yemini verdim, vitaminlərini verdim. Təzdən gəlib bir dənə maya yandan bıraxıram ki, balalar effektiv olsun. Belə törədirəm. Bir ayın içində mənim 2 dənə maya ilə vurmaq olur, 3 dənə maya ilə vurabilirsən. Mən çox sordu quş var ki, 10 dənə bala var, bir dənə erkəkdən ifadə olur. Bir erkəyin balaları, başqa ayrı-ayrı mayalardır. Kuşlara fərqli nişanlı kuşlarım var. Mən oynayıram, kuşlarla oynayıram. Bir də ki, 5-6 saat uçan kuşdan bala almıram. Bu hava ilə bağlı nə deyə bilərsən? Məsələn, bugün cila vardı, quşların qapısını açmaq olmaz, nə bilim, sabahları, şeydi, bu zona yerdi, bugün kuş tutmaq lazımdır, xərclidir, bəşdir, kuşlar gedər, cila vardı, yuxarıda sürüş var. Ümumiyyətlə, kuş yetişdirdiyimiz bugün bu Abşeron iqliminə uyğun olmalıdırmı? Biz deyəndə uçmalıdırmı? Yoxsa hansı kuşları saxlamaq lazımdır ki, bu günləri həm hava ilə, həm vaxtla, həm yarışlarla bizə əl verən kuşlar olsun. Yəni, bu günlər ürəklə 20 il bundan, bildim qardaş, 20 il bundan qabaq kişilər bəyəm, Kilavarda 100 mismar vurub bax ya. Kilavarda da kuş sürmüşük da. İndi düzdür, o vaxtı saat bilmirdik, elə kuşu rejimsiz saxlayırdıq. Yəni, hər saatı görmüşük, amma ki, kişilər uçurdu, Kilavarda da uçurdu, Xəzdə də uçurdu. O kuşları Kilavarda bayra buraxmayan adamlar bilginən ki, kuşuna güvənmir birinci növbədə ki, kütləvi şəkildə gedəcək kuşlara. Yəni, 20 dənə. O qalın uçurdan kuşbazlara aiddir. 10 dənə, 5 dənə uçurdan kuşbaza o aiddir. 10 dənə, 5 dənə, 15 dənə uçan quş gedmir. 80 dənə, 100 dənə, 200 dənə vurarsan göyə sürüş olar, 30'u gedər, 50'si gedər. O da neydən irəli gəlir? Cilavarlarda uçmamaqdan, hər havaya uçmamaqdan. Bir gün elə bir cilavar olacaq, hava sakitdir. Sən sakitdən vur uçur küşüyü, havanı tanısın. Sən gözləyirsən cilavar olsun, küləyə uçurtdun, getdi arxaya. O proqrakalar keçməyən kuşlar üçün çətindir. Çətindir. Yəni, kuşu öyrəşdirməlisən.
Bir bala quşu da ki, adam var saat ötüşməmiş, salır bir gündən birə, bala quşu bedi baxt edir. Bala quş hər gün uçar. Bala quş hər gün bilməli ki, bu qalxacaq səhər uçacaq. Yarım saat, 40 dəqiqə, 2 saat, 3 saat. Bu hər gün uçmalıdır. 5 aşırdan quşu bala quşdan söhbət gedir. Onu 2 gündən bir də eləyə bilərsən, bir gündən bir. Bəs yay balaları dedik ki, mayda dənə düşən quşlar, apreldə dənə uçurlar. Oca sezona gəlib çıxıblar, tüləri vurmurlar da, sezon axına qədər uçurmaq olur. Bu quşlar hansı saat civarında uçmalıdır ki, yəni uçsa daha yaxşı olar ki, bunlar biz növbəti illər saxlaya bilək? Onlar Saxlayaq, yəni bildim hə. Onlar avqust ayında əsasən ya sahada düşür. Əksəriyyət balalardan, indi məndə olanlardan söhbət gedir. İyulun axırı, avqustun 5-dən 10-undan sonra görsən ki, düşdülər sahada da. Tüləyə düşəni də var, düşməyəni də var. Düşməyənləri də, güngül tülə ilə uçan da var. Azı bir 2 kərəm 7-8 vursun bala. Ağzından 2 kərəm vurmalı. Ortalama saatda 4-dən yuxarı olmalıdır. 5-dən yuxarı. 5-dən yuxarı. 4 saat uçan quş birinci sezona zəif saat. O 6 saatdan yuxarı qalxmayacaq. Birinci sezon 4 saat uçan bala 6 saatdan yuxarı qalxamaz. İkinci sezon ola bilər 2 saat uçsun olur. O deyirlər, məsəl üçün, bir il uçur, gələn il 2-3 saatda. 2-3 saatda ala qatır, yoxsa? Deyir, qabağa qaldıracaq, amma qabağa qaldıran görməyir də, dala gedir. Yəni, quşun ikinci il uçmayan daha çoxdur da. Yəni, valla, indi yaşıqanalı çıxmasın. Məndə burada 2-3 illik quşlar var. Onlar elə birinci sezondan 8-9-10'lu vurur bu. Allah şahid. Dostun, qardaşın quşları da orada. Ədalət əmin var, Cabirin var. Ad çəksəm çox adamım var. Salə yaxın var. Qaradinlik bala var orada. 2 sezon uçurmuş. Bir sezon uçurmuş amma bu il ikinci sezon. 4 aylıq bala idi. Yarışlarda uçutdum o. 2 yarışın ikisində də 10 saat 10 dəqiqə. Birində 9 dəqiqə, birində 10 dəqiqə. Yəni bu quş atqaz eləsəydi, elə 2 yarışdan birində atqaz eləyərsin. Mənim özüm üçün də uçur. Mən saat demirəm, ondan az saatlar uçurlar. Mən əsas yarış günüdür mənim quşum uçur. Şimdi nə deyim istəyirəm, mənə lazımdır öyle. Bir balaca bir şey vurğu eləmək istəyirəm. Əslində mənim başa düşdüyüm qədərilə Cənab qardaşım burada vurğulamaq istədiyi quşun ortalama saatı 7-8 yarış gününə denk gələn uçuşlu proqramında bu məşqdən asıldı ki, o razılıqdan asıldı ki, yəni quş ən az yarış günü üstünə qoymalıdır. Öz uçduğu saatını da üstünə qoymalıdır. 100%, 2 saat əlavə eləməlidir. Yəni mən bunu belə başa düşdüm sənin danışığından. Mən ona görə deyirəm ki, 77 üçün hazırlaşmışdım. 97, 10 quşdan 2 saat. Aydındır fikirlərin, çox gözəl izah elədin, çox sağ ol. Siz də sağ olun, əziyyət çəkdiniz, gəldiniz. Mən belə başa düşürəm ki, yəni bu gedişdən inşallah ki, bu illərdə nəticələrimiz gözəl olar. İnşallah. Bir il, 2 il bu səfki ilə, bu şey ilə, yəni bu sükanı belə saxlayarsan, belə davam edir. Allah'ın izni ilə bu il üçün yarışdayam. Gələn ildə inşallah nəsib olsa, yəni problemlər olmasa, gələn ildə uçurdacam, sonra pensiyaya çıxacaq. Məncə belə, yəni dalbadal uçurduq. Uçurdacam. Bir il uçurdum amma indi o quşbazların özünə aiddir. Mən o heç kimin şəxsinə. Öz şəxsi. Bir illik valla, bir illik quşbaz olmur. Bir illik, sən 3 il uçurdum, 1 il uçurdum, çempion olum deyən qıraqda. 3 il neçə saat yığmısan? Sən bir 60-ı, 70-i yığmısansa, sonra gəldi paftor, məsəl üçün 80 saat yığmısansa, birinci 50-dən ikinci il 60, sonra 70-80 yığmısansa, halaldır sənə. 30, 28, o 47, təzdən gəldi 30, təzdən gəldi 60, o quşbazlıqdır. Yəni, stabil saatın olmalı. Qaldırmalısan, gözəl qardaşım. İldən illərə qaldırmalısan. Məli ola bilər ki, 3 rəqəm uçsun quşlar, bilirik çox şey. İnşallah yarış günü sürüləcək. Allah'ın izniyle. Məndə polnu da ozadır. Sənin üçün rejim nə deməkdir? Üçün rejimi var. Rejim Hər üçün. bir tərəfdə səhər atıldı məsələn, axşama qədər, bir həftə məsələn necə gedir? Mən elə bir var, 8-in yarısından 9-un yarısına qədər quş uçurduram. 8-in yarısı, söhbət yarış quşlarından gedir. 8-in yarısı rovun tamamı oldu, 9-un yarısına qədər. Gəl otur burada, bax, katola. Quşlar bax, xanənin içində belə-belə eləyir ki, həmən günü açaya buraxmalı uçun. Quş hazır olmalı. Quşu təpi ilə qaldırmırsan, əllə tullamırsan yarış günü ki, quşun uçsun. Yəni, quş rahat qalxmalıdır. Ola bilər həyətdən ağa qalxsın. Mənim quşlar məsəl üçün yerinə gedir yarım saat, 40 dəqiqə. Oturursan burada, baxırsan. Çoxsu olub yanımda uşaqlar ki, deyib, alçıyım, gedmir, bunlar gör. Əbrə şuradasan yarışa. Əbrəşan. Buyur, davam edir. Əbrəşin elə güclüləri də bizdə narahat olun.
Dərdəşə balet eləyin, onun üçün. Var Göydəbrəkdə var. Rejim axıra qədər yemlə. Rejimi saat 5-dən 5-ə yemləyirəm. Hər quşun 25 qramı, 25 qram, 30 qram baxır da indi hava şəraitinə. 5 qram oynayır oradan. Gündə bir dəfə 5-dən 5. O quşbazlar var, məsəl üçün səhər quşa dən atır uçurdur. O, mən onunla barışmıram. Mən öz fikirlərdir. Fikirən quş yerinə girir, hamısı. Bunlar hamısı şərtdir. Mənim quşlarım gəlib suya qaçmır. Mənim quşlarım gəlib içəri dənə qaçar, içəri qaçar. Mənim bir dənə quşum yarışlara baxın, gəlib suya cummayıb. Balıq quş nə ola bilər bir dənə kənar içində, balıq quş, cavan quş. Quş gəlib ya yemə qaçmalıdır, ya da kölgəyə. Yəni saat 5-dən 5-ədirsə, bu rejim çoxsu deyir ki, 10 saat, 12 saat uçan quş bu ağsaqqallara aiddir ya bu sözüm. Cavanlar, çünki o saatları görüb, ağsaqqallar sezonda ola bilsin, 50 ildə bir işlərəm görüb o saatı qapısında, ona görə o elə danışırlar. Sözüm aqressiv də çıxsa deyəcəm, bunu da ver canlıya inşallah ki, paylaş bu video. Deyir ki, məsəl üçün 10 saat, 12 saatla gələn quş nə oynamaz, nə də düşər dənə cunmaz, yıxılar qalar yerdə. Sən quşun orqanizm birinci, sən vermirsən ona buğdanı, buğda ilə quş elə 5-6 saat uçar. Buğda ilə bir dənə quş 10 saat uçmaz. Bir dənə oğlan içsinməli ki, yayda 10 saat uçur quşun buğda ilə. Quşun yemi, zulalları, İlham qardaşdan Allah razı olsun. Mən onunla, yəni belə piçmasın, onun məsləhəti ilə quşlarımı qidalandırıram. Onun rejimi ilə qidalandırıram. Salamlayırıq, gözəl insandır, cavanlara dəstəkdir. Belə valla, quşun rejimi önəmlidir, birinci növbədə. Bir də, deyir ki, gəlib düşəndə quş, dənə qaçmaz, quş yıxılıb qalmalısın. Mən başa salamam, yəni deyirəm, başa salamam əstağfurullah. Quş saat 5-dən 5-ə avtomatik beynində saxlayır ki, bu vaxtı yeməyə yeməliyəm. Quş gəlib saat düşüb 7-də. Bu quş suya qaçmalıdır, yemək qaçmalıdır. Məntiq ilə bir dənə oturur, yəni məntiq düşüncəsi olan insan 100% deyir ki, bu quş düşüb dənə qaçar. Quş deyir oynamaz. 2 yarışın ikisində də 10 saatla gələn quşlarımın oynağını göstərdim. 11 saat, 12 saatla gələn quşun yarım ovda oynağını göstərmişəm, Allah şahid. Və mən istəyirəm bu dəqiqə həmən o oyundan bağlı tutuşaq, diqqət çəkəm. Bizim hazırlıqla irəlidə ki, o sənin hazırlığın tam. Necə ki, idmansılar, görsən, məsələn, idmansılar çıxır 3-dən saat kimi tutur, amma idmansılar çıxır 10-dan saat. Həri. Hazırlığı tamdır. Tamdır. Həmin quşun da hazırlığı tamdır. İstər oynayar da, istər heç yerə düşür, bir esmazın özünü yığmaz da. 100%. Amma sonra Axşam da bir 15-20 dəqiqə, yarım saatdan sonra quş kirpiyə dönməlidir. Bəli. Kirpiyə dönməlidir. Bir 15-20 dəqiqə keçsində özün bir gəlib və bunun enerjisi gedib, bu özün bir zapravka eləsin ki, otursun kirpiyə dönsün sən. Allahın izni ilə bu yaxşı olar inşallah, yaxşı havalar olar, hamı uçurdu quş göstərər. Burada güclü də bizim qrupda yarış iştirakçıları var, hamı da salamlayıram. Amma heç kim özümə rəqib görmür. Yəni mən Orxanla qardaşımdır, amma buradadır. Mən heç kim özümə rəqib görmürəm. Nə mənalı rəqib? Yəni mən birincilik üçün çalışıram. Həm ağır saatlar, həm ümumi saat. Bunun üçün çalışıram. Hamıya da uğurlar arzulayıram. Mənim düşündüyümdən də artıq saatlar olsun olardı. Saatına görə demirəm. Amma mənim çalışdığımı deyirəm. Məqsəd odur. Məqsəd odur. Nəticəz olmalı, nəticəz çalışmaq. İnşallah. Canım, bunlar erkəklər də. Erkək katoludur bunlar. Erkək katoludur. Keçən uçan quşlardılar. 4 tanesi keçənin cəlfidir, inişinin, keçənin. 3 ilin də bu iləcə eləsi var burada ki 4-cü ilə gedir bu uçuzdur. Haçan bunlar qanat quyruq eləmişsən? Ayın 20-si. Keçən ay, aprel ayın 20-si. Aprel ayın 20-si. Xeyirli olsun, xeyirli olsun. Burada elə bir 4 tane quşum hazırdır, yarış quşunda, belə deyək. Yarışda uçan quşlardır, keçən uçan. Ondan qalanlar, yəni, saat verməyib də, bu cəlb edib keçmişəm. Cəlb salıb keçmişəm, bunlar suducu. Bu mor nə quşdur, bu gözlüyür, mor. O mor, o atamın dayısı oğlu verib, anasının atasını mənə bağışlayıb. Bala verib uçurdumuşam, birinci sezon 7, 8, 9 vurub oynaqda. Qaçırmışam, vermişəm göydə gedib, anası atasını gətirib bağışladım mənə ki, çempion olmuşam quşbazlar. Tərəfləri. Məndə də uğru quşlardır, göstərərəm. Maşallah olsun. Demək nə oldu dostlar, bunlar erkək katollar. Bu quşlardan bala alınmayıb sezon. Balalardan yox, 4 tane quşlar, Ağdoş erkəkdən yox, 3 tane erkəkdən bala almışam. Özləri bala böyüdüblər də? Yox. Bala mayalarını taxtalı. Bir partiya altında böyüdüblər. Bir partiya böyüdüblər. Bir partiya baxıblar. Hər yer. Aydın.
Keçək mayalara baxaq zəhmət olmasa. Buyur. Qapını bir dənə bağla. Buyur. Həcə, bunlar bir dənə başa sal görək. Bu kuşqalanın qapısını açanda digər ünlüyün açılsın. Bu kuşqana mənim üçün Doğmadır. Maşallah. burada ya Allah şahiddir ki, elə güclü kuşqanım var ki, mən mayanın üstündə işləyirəm. Əlçəyə o qədər önəm vermirəm. Nəyə görə önəm vermirəm? Güclü əlçək azdır. Özümlü mayalardır məndə olanlar. Özümlü mayalardır. Uçuşlar da güclüdür. Bu gözxallı maya keçən yarışda uçan mayadır. Bəli. Qoşa gözxallı İki maya. yarışın ikisində də 12 pilos. Ay maşallah. Qaradimli maya 2 yarışın ikisində 10 pilos. Bu göh quyruq qara quyruq. Bu. Çilərkəni orada çox quyruq maya göstərdi. Məsələn, onun balasıdır. Bəlkə göstərdin çilərkən ilə göh Çox quyruq mayanın balasıdır. Bu kafeyni bala 11 saat yarımla qoşun əhlinə düşdü. İkinci yarışda 13 saatdan gecəyə qaldı var gözümüzün qabağında həmən o. Maşallah olsun. Bir tük dolaq nədir bu maya? O maya mən Şorabatdan Dadaş kişi var. Ağsaqqal kişidir, buradan salamlayıram. O bağışlayıb mənə. Birinci yarışda 9 saatdan 5-10 dəqiqə əssi üçdü. İkinci yarışda 6 saat 40 neçə dəqiqə uçdu, yoxsa 50 dəqiqə uçdu. Maşallah olsun, xeyirli olsun. Bu ağ bala yarışda 9 saat 4 dəqiqə ilə uçan bala. Bu quş göstərdiyin quşlardan bu il hansılardan bal almısan? İmin öz altında Yox, yoxsunuz. dəxli yoxdur, yumurta Hamısından. götürsən. Hamısı yumurta bala veriblər. Azı 3 var. Ay maşallah. Bu quşları belə baxıram, sağlamlıqları da hamısı yerindədir. 1 qram bilinmir ki, bu quşlar bala veriblər, yumurta götürür quşlar. Ya quş var buradan 10 dənə yumurta götürmüş. Yəni əzilməyiblər də, sözüm nə gəlir? Bəli. Baba Cabirin qırmızı mayasıdır. Bir yarışda 11 saat, ikinci yarışda 12 saat. Maşallah olsun. 20 neçə dəqiqə. Bu quş nə quşlardandır? Bu göy kafenin çirfası. Kafeni. Bu həmin o qaradimliyin balasıdır. Qaradimliyin balasıdır öz babası ilə. Bu qaradimliyin öz babası ilə belə oldu. 3 dənə də erkək taybalıqları var o. Eyni qan geyirdə. Eyni qan. Öz babası ilə. Bunlar da Novxanı quşlardılar. Hasıla. Həmin bu çil... Yo. Çilin axısını sağlayaxı verin mənə. Anasını da yəni almışam. Burada gördüyüm quşlar biraz karpuslu olur, yəni fisklet quşlar. Geçedi. Novxanı quşlardır, yəni Novxanda quşları akşam aşırında sıraz seçilən, bilinən quşlar. Bəli. Fisklet quşundan seçilir. Qanad uzunluğuna görə, boyuna görə. Fikir verirəm, məsələn, quşların əsas şeyləri, korpusları çox böyükdür. Çox böyük deyirlər, yəni bunlar düşsəli quşlardır. Ortadır, hər. Belə. Çox gözəl, Allah xeyir versin orada. Sağ ol qardaş. Allah üçün İnşallah gözəl məziyyətin yerində nəticələr olar, qoymasın. biz də sevinirəsin. İnşallah. Allah'ın izniyle. Başqa əlavələriniz var. Burada yəqin ki, balaları da çalırsan. Burada bala da bir dənə düşdü, uçurtdum. Yaxşıdırsa qalır. Yəni yaxşı dörsə. Belə sırf özündə cütxana sistemi var, yəni. Orada var o qrup. Başqa quşlarda. Otaq var orada. Atırsan orada cüt düşdülər, oradan yumurta. Oradan bal alıb tökürəm bura. Yumurta götürüb oradan gətirib atırım quşlarına. Çox gözəl, çox gözəl. Orada elə bir 6 naşeyim var ələnçində, gözüm var. İndi onu da çəkərik inşallah. Keçən yarışda uçan Gözxallıdan balasıdır. Onun bir 10 Nəvəsi də var o Gözxallıdan. Bu sezonu. 3 dənə nəvəsi var orada. 3 dənə nəvəsi var. Balasının balası var. Balasının balası da var. Bu maya balasıdır. Erkək balası. Erkək balasıdır. Balasının balası işləyir. Necə? Balasının balası işləyir. Sur. Balacadırlar da surdu baxırdı belə. Yo. 3 dənə nəvəsi. Yo, belə qaldırmamış. Həmiz konkret olaraq qandır da, o mənə verirəm. Maşallah skelet quruluşu, gözəlliyi, hər şey yerindədir. İndi uçuşuna qaldı ki, indi nişan nə verirlər bunlar bu Gözxallıya əsas? Gözxallı verir, gil verir, kafeyi verir. Bir bəbreş bala qalxdı getdi, o Gözxallı mayan balası idi. Ataları başqa rəngə vurmuşsan da? Əbreşlə vurmuşam, pörkə ilə vurmuşam. Sözümü nəyə gətirəm bunu? Çox vaxt Gözxallılar verirlər, Qarabaş xalçalılar. Ay. Kəsmə göybaş. Onu Qarabaşla da vurmuşam cüt. Mən İsmail qardaş var, buradan salamlayıram o. O mənə qayıtdı ki, Gözxallıların əksəriyyəti Qarabaşla törəmlidir. Şübhə eləmirəm. Bir daha məndə Qarabaş erkeği var idi, altına yumurta basırdım. Pirinçimi götürdüm, vurdum ondan cüt. 2 dənə ağbala verdim. Mən yox, Gözxallı ilə Qarabaş ayrı-ayrı şeylərlə bunu qarışdırmaq olmaz. Bizim özümüzün yerli quşlarımızda Gözxallılar var. Yox, şübhəlilər vardı onun. Şübhələr var. İndi o şübhələri konkret bilinir də, həm özündə göstərir, balada göstərir. Yayda görsən padvayt eləyir. Onu sən daha yaxşı bilirsən, hansıları padvayt eləyir, hansıları yox. 100%. Deməli,
Bunlar da yəqin ki, uçan balaları atmışsan, bunlar Bəli, kurtaranlar. Burada yəni demək olar ki, bir dənə quşun öz altında balası. Ki, benim biraz ərdəşlərə elə meyilliyim çox. Yəni, ərdəş vaxtında. Sevirəm ben. Mən əbrəş uşaq vaxtından ya əbrəşin pərəşti sahibi olmuşam. Yaxşı əbrəş bir dəqiqə demək olar ki, yoxdur. Yəni elə bunu dosta qardaşda görmürəm. Varsa da barmaq sayın. Hə, hələ. Sabir qardaşım da var, yaxşı var. Buradan Cavidə salamlayır. Salamlayıram qardaşım. Hə, verin mənə artırmışam. Bu illəri ən axıncı pakaleniya balalarımızdır. Hə, hələ var. Bunlar özləri dənə düşüblər. Zəhmət olmasa Xəzər bunları da bir geniş planda götürərsən. Bunlar elə qalxıb düşmür. Bunlar hələ bərkitməmiş balalardır. Yox, qənət quyruqdan başqa, hə. Hə, də indi əsas Həmən bu qaragöy də bu şeyin payıdır. Silva idi, o da göstərdi mənə bax, onun payı. erkək mal olar. Hər. O əbrəş səhv bala nədən? Onun payı getdilində. O Cabirin kuşu ilə mənim kuşumun törəməsidir. Qırmızı şeydir. Yo, Cabirdə bir gölçül mayı var idi, suzun yarısı tutmuşlar bu adam dedi. Qarası. Onun nəvəsidir, mən də bir əbrəş vacib vermişəm ona. Yumurta gətirmişəm ola burada. Quşlardan belə əbrəş boyuna da düşür, hə? Əbrəş boyun göz xallığın balasıdır. Göz xalın balı. Hə. Çox maraqlıdır, quşun qanlarına bak. Maşallah olsun. Hayır, Göy boyunlar nə quşlardılar bə? Sən də göy boyunlar gördün bəyəkləri. Göy boynuna Cabir bağışlayayım mən. O kafeyni bala var idi, yarışda onun anası atası da olar. Tayid o qara göy baladır. Onlardan bir red bala verir də, yəni bir dənə yumurtlayır maya. Aydın. Ağır balalar ama. Yəni Allah bərəkət versin. Sağ ol Baxdım, qardaş, sağ ol. quşlarına, Elə də ürəyin istəyən var, tut ki. Hə, can sağlığı. Elə mənimdilər bunlar hamısı. 100 var. İnşallah bundan sonraki illərdə də uğurlar. Bu il səndən doğrudan da gözəl nəticələr gözləyirik. Həm sənin tərəfdarların, həm sənin balet eləyənlər. Elə bilən bütün Azərbaycanda nə qədər quşbaz var, quşsudan var, quşun uçuşuna balet eləyənlər var. Bu il elə konkret uçuşlara balet edirlər. Elə sənə də balet İnşallah. Allahın izni ilə qəşəng nəticələrin olar. Bizi sevindirərsən. Allah'ın Qulluq izniyle. rekorun yenə də sizlərdən gözləyirəm hər dəfə olduğu kimi. İnşallah bir daha əlavələriniz yoxdursa yayımızı yavaş-yavaş yekunlaşdıraq. Dostlar, qardaşlar salam olsun. Əmin əzmi. Buyur. Hamını uğurlar arzulayıram. Başqa nə şeyim, mehriban olaq. Yəni, şurada kuş göstərərik. Kuşlarımız uçsun, gücünü göstərsin. Dilimizlə, gücümüzlə yox. Kuşumuz uçsun, gücünü göstərsin. Biz də baxaq, ləzzət eləsin, feyziyab olaq. Qapıva xeyir işlərə gələk. İnşallah bir də yarış günü görüşəcəyik Allah'ın izniyle. İnşallah. Öpürəm Allah'ım anla dostlar. Sağ olun. Sağ ol. Ahmet'in özü gösterdiği zəhmət olmadan. Mən nə deyə bilərəm? Mən onu deyə bilərəm ki, bu bizim Ceyhundur. Ceyhun simasında bütün Bakı Yarış Klubunun yarış iştirakçılarına uğurlar arzu edirəm. Səmimi qəlbdən uğurlar arzu edirəm. Gördükləri iş, çəkdikləri əziyyət yerdə qalmasın. Sən də çox sağ ol günən ki, Xəzər gəlmisən, bizləri burada çəkirsən, necə deyirlər, göstərirsən. Sizin sayələrdə, sizin sayənizdə, blogerlərin sayəsində Bakı quşunun necədilər təbliğatı dünya səviyyəsində bütün respublikalara yayılır, Azərbaycana yayılır. Çox sağ ol günən əziyyətə görə. Allah şükür. Minnətdaram sənə. Sizin əziyyətiniz böyükdür. Həqiqətən də Xəzər əziyyət çəkir, vallahi. Çox əziyyət çəkir. Allah canını sağ olsun. Allah hər birinizin canını sağ eləsin, malına müşə bərəkət versin. Öyle olsun inşallah. Bu ocağa, bu qapıya evlatlarına xeyir işlə gələk. Amin. Şadlıqlara gələr, bəli. Allah kömək edir. Bütün iştirakçılara uğurlar arzulayırım. İnşallah yaxşı nəticələr Çox sağ olun. işlərik. Bizim də ürəyimiz açılar. Bizə İnşallah. nə deyirlər? Dünya çapında. Bəli. Ceyhun qardaş, bunlar nədir? Bunları da deyən zəhmət olmasa danışaq. Maşallah cütxana sistemi var. Qışdan bəri elə burada cüt vururam, törədirəm. Dəqiq bilim də, başqa quş bəlkə atlanmayıb. Atıram xanənin içinə, yumurtlayana qədər bayra buraxmaz. Belə. Burada törədirik Allah'ın izni ilə. Burada namazlı quşlarımdır. Bilmədiyim bu quş da var burada. 2 cüt quş var, təzə atmışam ki, bir də Allah seleks edeyim, görüm necədir vəziyyət. İşləyirsən erkək mayanı ilə dəyişə tez-tez işləyirsən üstündə. Burada amma bildiyim quşlar da var. Axı neçə dənə, məsələn bir cütdən neçə dənə bala alsan ki, biləsən ki, tam məsələn sən ürək istədiyin balalarda belə deyək bunlar. 2 partiya. Hə, 2 cütdə belə 4 dənə. 4 dənə də, elə bir vurdum cüt, bir partiya altında bölünüb, elə deyər, bal alıram soğuşdan.
Yəni, ikinci partiyada yumurtlayan kimi götürürəm altından ayırıram. 4 dənə olsun ki, görürsən bir qalxdı, hüklü, qarığı ürkütdü, ya leyq oldu, getdi, bəhanə olmasın. 4 dənə də dəyi bilirsən ki, neçəsi gedir, neçəsi qalır. 4 dənə baladan ya getməyindən söhbət gedir. Biri gedəndə mənim üçün problem yoxdur, yoxuşda. Amma 4 dənə baladan ikisi gedir, biri uçmur, biri uçur, o sıfırdır da, yəni. Peki, mən mütləq ayırmaq lazımdır. 100% alınmayır da. Ola bilər anası atası uçsun. Amma ki, tutmur da. Yəni, adam var deyir, 2 dənə ideal quşdur, altına 100% ideal bala çıxacaq. Elə bir şey yoxdur, qardaş. Yox. Elə bir qayda yoxdur. Elə qayda olsaydı, hamı da güclü quş olar. Elə şey ola bilər ki, bir nəslin dalıyca gedəsən, biləsən, hə, bunların... O başqa bir şey. Ona illər lazımdır. Ben axı o sualı verdim. O göz xalı məsələn ona görə o sualı verdim ki, sən nə göz xalı nəvəsidir dedin, Amir. Bir nəvəsidir uçub, uçutmusan, yoxlamısan. Yox, inşallah bu il. 6 konkret olan o işliydi, o əcdahadır. Bu il uçurdu zaman nəvəsi. Həyətdə olan ağbaş da bunlardan türənib, yoxsa necə? O Nərman kişinin ağbaşıdır. Musal qardaşımız var, Peter. Onu bağışlamışdı o vaxt. Alısı bu kuşun biri 12-13 yaşı var məndədir. Balalar pis uçmur da, yəni 5-6 saat uçur. Qatmışam mən o başqa bir qanla. Bu il balası uçdu məndə. Nevəsi daha doğrusu uçdu məndə bu. Yayda uçdan hamısını ayırırsan da yəqin ki. Hər bu axırıncı partiyaya tutsa ayırıram. Bir partiyaya da alıb ayıracam. Qəfə istəyəm, amma idealdır, maşallah olsun. Birin birə də qəfə istərəm. Ancaq bunlar burada sistemdə bala törətsən, yəni. Hər qardaş, burada ən gözəli də belə yerdir. Kuşun yeri biraz yekə olar, rahat olar inşallah. Kuş kanallarını da dəyişəcəm, yeşərdəcəm oradakilər. Kuş biraz rahatçılıq olmalı, yeri çox sıxılır. Yağış kuşu sala bilərsən sıx yerə. Məsələn, onsuz orada çox kuş olmur da. 12 kuş olur deyə 5-6 dənə quş salacaqsın. O balaca yer. Yağış balaca yer əslində naborat əladır ki, yəni quş çox hərəkət eləməsin, o hazır bilsin ki, uçacaq. Amma bala alınmaq kuşun yeri rahat olmalı, geniş olmalı. Allah malı və mülkü və bərəkət versin. Sağ ol qardaş. İnşallah yarışda sənə gözəl nəticələr, uğurlar arzulayırıq Allahın izni ilə. Mən də bütün iştirakçılara uğurlar arzulayıram, bütün qardaşlara. 1 saat, yarım saat, 40 dəqiqə, 10 dəqiqə aramızda fərq olsun, mehribançılıq olsun. Biz uçurduq, quş göstəririk, yəni bizə başqa, o daxildə olan o sözdü, söhbətdə olar bizə aid. İnşallah quşlarımız uçsun, quşlarımız danışsın. Quşlar uçsun, göydə olsun, biz inşallah danışaq. Yerdə indi quşdan durub nə danışsın. Allah bərəkət versin. Çox sağ olasan, var olasan. Sağ ol qardaş, xoş gəlmişsiniz.